Tamam, bizim bugünkü mövzumuz ölkə əhalisinin quruluşu və miqrasiyalar haqqında olacaq. Ölkə əhalisi dedikdə ölkənin əhalisi 3 qrupda birləşir. Birinci qrup işləməkdən yayınan əhalidir. Yəni işləmək qabiliyyəti var, fiziki cəhətdən heç bir qüsuru yoxdur, lakin işləmək istəmir və iş axtarmır. Buna deyirlər işləməkdən yayınan əhali. İkinci qrup əmək ehtiyatları. Bu 16-65 yaş arasında olan və fiziki cəhətdən sağlam olan, işləmək qabiliyyəti olan əhali sayılır. Üçüncü qrup isə əmək qabiliyyəti olmayan əhali. 16 yaşa qədər uşaqlar, yəni bunlara işləməyə icazə yoxdur. Xüsusi təyinatlı müəssisələrdə olanlar və işləməyən təqaüdçülər, 65 yaşdan yuxarı insanlar. Bunlar əmək qabiliyyəti olmayan əhali sayılırlar. Ölkənin əmək ehtiyatları da iki cür müəyyənləşdirir. Əmək ehtiyatları dedik, fiziki cəhətdən sağlam olan və işləməyə hazır olan əhalidir. Və bu əhalidə işsizlər və iqtisadi cəhətdən fəal əhali olaraq qruplaşdırılır. İşsizlər dedikdə işləmək qabiliyyəti var, amma iş yeri yoxdur ki, işləsin. Yəni işləmək istəyir, amma iş tapa bilmir. Bunlar adlanır işsizlər. Və fəal əhali anlayışımız var. Fəal əhali ictimai fəal əhali dedikdə hər hansı bir sahədə işləyən əhalini nəzərdə tuturuq fəal əhali olaraq. Ölkə ərazisində işsizliyin səviyyəsini tapmaq istəyərkən işsizlərin sayını, yəni tutalım 30 min, 300 min işsiz əhali var. İşsizlərin sayını əmək ehtiyatlarının sayına bölməliyik. Tutalım əmək ehtiyatlarımızda 700 mindir. 300 mini 700 minə bölsək, bizə işsizliyin səviyyəsini verəcək və 100%-ə vurmaqla. Və demoqrafik yük anlayışı. Demoqrafik yük anlayışı da ki, misal üçün, inkişaf etmiş ölkələrdə hər işləyən fəal əhali olaraq hər işləyən 100 nəfər 70 nəfər pensiyasını e, təmin edir. Yəni bizdən tutulan vergilər hesabla onlara pensiya ödənilir. Bu da demoqrafik yük adlanır. Əmək qabiliyyətli olmayan əhalinin əmək ehtiyatlarına əmək ehtiyatlarında olan fəal əhaliyə nisbəti, yəni işləyən əhalidən vergi tutulur axı. Ona görə fəal əhaliyə nisbəti adlanır demoqrafik yük. İşsizliyin səviyyəsi işsizlərin sayını əmək ehtiyatlarının sayına böldük. Demoqrafik yükdə isə əmək qabiliyyəti olmayan əhalini fəal işləyən əhaliyə bölərək tapdıq. Eee, Daha sonra İşsizlik özü də müxtəlif növləri var. Friksion işsizlik, struktur, dövrü, mövsümü, gizli, durğunluq işsizliyi. Friksion işsizlik nədir? Friksion işsizlik dedikdə şəxs öz istəyi ilə işindən ərizə verir, pul, maaş onu qane eləmir, öz işindən ərizə verir, çıxır. Bu olur friksion işsizlik. Və yaxud da tələbə məzun olur və ilk iş yeri axtararkən ondan staj tələb olunur, stajı yoxdur deyə ilk iş yeri axtaran tələbədə olur friksion işsizlik. Struktur işsizliyi isə istehsala yeni texnika və texnologiyaların tətbiq olunması ilə bağlıdır. Yəni istehsalın strukturunda dəyişikliklər baş verir. Artıq əl əməyindən çox elm, texnika, texnologiya tətbiq olunur ki, bu da işçilərin ixtisarına düşməyə səbəb olur. Bu struktur işsizliyi adlanır. Və yaxud da ixtisaslı kadr axtarışında olduqlarına görə kadr çatışmazlığı yaranır və təhsilləri olmadıqlarına görə onları işdən çıxarırlar. Bunlar adlanır struktur işsizliyi. Friksion işsizliyi və struktur işsizliyi birlikdə təbii işsizliyi adlanır. Yəni ölkədə təbii işsizliyin olması normal bir haldır. Məsəl üçün ABŞ-da 6-7%, Rusiyada 3,5%, Azərbaycanda 5-6% təbii işsizliyi mövcuddur. Dövri işsizliyi isə iqtisadiyyatın inkişafı ilə bağlıdır. Əsasən iqtisadiyyatında tənəzzül keçirən, durğunluq yaranan ölkələrdə daha çox baş verir və yaxud buna deyirlər dövri işsizlik. Mövsümi işsizlik fəsillə bağlıdır. Elə kənd təsərrüfatı sahələri var ki, sırf yaz fəslində işləyir. Elə var ki, payız fəslində fəaliyyət göstərir. Bunlarda mövsümi işsizliyə nümunə göstərilə bilər. Burada işsizliklə bağlı tapşırıq da var. Başqa şəhərdə yaşayan ailəsini görmək üçün iş yerindən gələn işçi friksion işsizliyi adlanır. Nəyə görə? İşçi öz istəyi ilə iş yerini tərk edib. İlk iş yerini axtaran universitet məzunu ixtisası çatmır və ilk staj çatmır deyə ilk iş yeri axtaran universitet məzunu adlanır friksion işsizliyi. 3. Əmək haqqı aşağı olduğuna görə ona təklif edilən işdən imtina edən işsiz insan öz istəyi ilə çıxdığına görə yenə friksion işsizlikdir. İqtisadi aktivliyin azalması və ticarətin zəifləməsi. Bu
Dövrü durğunluq keçirən ölkələr, iqtisadiyyatında tənəzzül keçirən ölkələr üçün xarakterikdir. Adlanır dövrü işsizlik. Avtomobil sənayesində robotların tətbiq edilməsi nəticəsində iş yerini itirən fəhlə texnika və texnologiya hesabına olursa bu struktur işsizlikdir. Şirkətə öz ərizəsini verən, lakin ixtisas dərəcəsi aşağı olduğuna görə imtina edilən insan, yəni ixtisas çatışmazlığı yenə də texnika texnologiya ilə bağlıdır ki, bu da struktur işsizliyə nümunə göstərilə bilər. İşsizliyin ya, səviyyəsinə görə ən çox işsizlik problemi olan ölkələrə Əfqanıstan, Bosniya, İspaniya, Litva, İraq, İrlandiya, İordaniyanı nümunə göstərə bilərik. Ən az işsizlik isə Sinqapurda, Norveçdə, Yaponiyada daha azdır işsizliyin səviyyəsi. İşsizlik bir sıra problemlər yaradır. İşsizliyin iqtisadi nəticələri kimi əhalinin iqtisadi vəziyyətində pisləşmə baş verir, yəni maddi cəhətdən. Mal və xidmətlərin ümumi istehlakında azalma müşahidə edilir. Çünki insanların maddi cəhətdən pulu yoxdur ki, mal və xidmətləri ümumi dövrəyə buraxa bilsinlər, ala bilsinlər. Əmtəələrin və iqtisadiyyata qoyulan investisiyaların həcmi azalır. Məhsul az satılır deyə daha az investisiya qoyulur. Milli gəlir azalır, dövlət büdcəsinə daha az gəlir gəlir. Elm və texnologiyadan geriləmələr yaranır. Pul yox, büdcə yoxdur deyə inkişaf edə bilmir. Sosial nəticələr kimi mənəvi dəyərlərin aşılması və s. işsizlik bir sıra xəstəliklərə də səbəb olur. Ürək, damar, əsəb xəstəlikləri, sosial və siyasi dəyişikliklər yarada bilir. Yəni siyasi çatışmalar yarada bilərlər işsiz adamlar və s. kimi problemlər yarada bilir işsizlik. Və bu işsizliyin aradan qaldırılması üçün də məşğulluq qurumları fəaliyyət göstərir. Məşğulluq qurumunda rəsmi şəkildə qeydiyyatdan keçən işsizlər rəsmi işsiz hesab olunurlar. Daha sonra miqrasiya nədir? Əhalinin miqrasiyası isə əhalinin bir yerdən başqa yerə köç etməsi prosesidir. İstiqamətinə görə miqrasiyalar daxili, ölkə daxili və ölkə xarici ola bilər. Ölkə xarici miqrasiya da immiqrasiya və immiqrasiyadan ibarətdir. İmmiqrasiya ölkədən gedənlər. İmmiqrasiya isə ölkəyə gələn əhalidir. Daha sonra müddətinə görə miqrasiyalar daimi, yəni ömürlük köçürəm, məsəl üçün Rusiyaya daimi və yaxud da müddətinə görə müvəqqəti istirahət məqsədilə gedirəm. Səbəbinə görə iqtisadi amillərlə bağlı dövlət büdcəsində kəsirlərin olması, iqtisadiyyatda böhranların yaranması, siyasi amillərlə bağlı da ölkədə gedən münaqişələrlə əlaqədar, ekoloji amillərlə bağlı da ətraf mühitin çox çirklənməsi, xəstəliklərin çox yayılması və ailə məişətlə bağlıdır. Bu da ki, insanların gündəlik səbəbləri ilə bağlıdır, ailə məişət münasibətlərindən bağlı olan səbəblərdən miqrasiyasıdır. Daha sonra miqrasiya ən çox ümumiyyətcə ən çox miqrasiya axınları ABŞ-a doğrudur müasir dövrdə, Qərbi Avropa ölkələri və Yaponiya əsas immiqrasiya mərkəzləridir. Digər inkişaf etməkdə olan ölkələr isə emiqrasiya regionları hesab olunur. Dünyada olan qaçqınların 53%-i Somali, Əfqanistan, Suriya və Ukraynanın payına düşür. Müxtəlif səbəblərdə ölkədə yaşayan miqrantların sayına görə isə ABŞ və Almaniya lider olan ölkələrdir. Qaçqın miqrantların sayına görə, yəni ölkədə baş verən münaqişələrə görə ölkədən çıxan emiqrantların sayına görə Türkiyə, Pakistan, Liviya, İran lider olan ölkələr hesab olunurlar. Avropa ölkələrindən, Qərbi Avropadan əsas immiqrasiya regionları olan ölkələr, Şimali Avropadan Norveç, İsveç, Orta Avropadan Böyük Britaniya, Niderland, Belçika, Fransa, Danimarka, Almaniya, İsveçrə və Avstriya ölkələrdir ki, bunlar əsas immiqrasiya regionlarıdır. Amma Portuqaliyadır, İspaniyadır, Urbazis səviyyəsi də burada orta səviyyədədir və özləri də immiqrasiya regionu hesab olunurlar. Ölkəyə gələn əhalinin ümumiyyətcə işsizlərin kəmiyyət və keyfiyyət göstəriciləri də vardır. Ölkəyə gələn miqrantlar əmək qabiliyyətli əhalinin ümumi sayında dəyişiklik göstərirlər. Yaş tərkibində əsasən onlar gələndə artıq əmək ehtiyatları 15-65 yaş arasında olan işçi qüvvəsi daha çoxalır. Cins tərkibində ən çox kişilər işləmə məqsədilə gedirlər. Kəmiyyət göstəricilərinə, ölkənin kəmiyyət göstəricilərinə dəyişikliklə uğrayır. Keyfiyyət göstəriciləri deyəndə əhali arasında sağlamlıq, fiziki iş qabiliyyəti nəzərə alınır. Ümumi təhsil, peşə, hazırlıq, ixtisas səviyyəsi. Misal üçün, Avropa ölkələrindən deməli, burada bayaqlar dedik ki, immiqrasiya regionları ABŞ, Qərbi Avropa ölkələri, Ərəbistan yarımadası ölkələridir. İnkişaf etmiş ölkələrdən Yaponiya ilə Cənubi Koreya immiqrasiya yox, immiqrasiya regionu deyil, mərkəzi deyil. Yalnız onlar ixtisaslı kadrlar qəbul edirlər, ixtisaslı olmayan kadrları qəbul etmirlər. Ona görə də immiqrasiya regionu hesab edilmir inkişaf etmiş ölkələrdən.
Daha sonra miqrasiya yaxınlarının istiqamətinə baxsaq, əsasən insan inkişaf indeksi yüksək olan ölkələrə doğru, ə, aşağı insan inkişaf indeksi olan ölkələrdən yüksək inkişaf indeksi olan ölkələrə doğru istiqamətlənir. Çünki insanlar yüksək həyat uğrunda çalışırlar. ABŞ, Kanada, Avstraliya kimi ölkələr miqrantlar daha çox cəlb edir. Çünki orada iş ehtiyatı çox, iş qüvvəsi var və həyat şəraiti yüksəkdir. İmiqrantlar əsasən inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə doğru gəlirlər. Bir dənə Cənub-Qərbi Asiya inkişaf etməkdə olan ölkələrdən əsas immiqrasiya regionu hesab olunur. ABŞ aşağı və yüksək ixtisaslı işçilərin miqrasiya etdiyi ölkədir. Lakin dedik ki, Yaponiya ilə Cənubi Koreya isə immiqrasiya mərkəzi deyil, çünki yüksək inkişaf ixtisaslı kadrları qəbul edir. Qərbi Avropanın yüksək inkişaf etmiş ölkələri inkişaf səviyyəsində daha aşağı olan digər Avropa ölkələrindən, eləcə Şimali Afrika, Cənub-Qərbi Asiya, Şərqi Avropa və digər regionlardan mühacirlər qəbul edir. Yəni Qərbi Avropa ölkələrindən də elə gəlir. İspaniya, Portuqaliyadan, Böyük Britaniya, Almaniya, İsveçrəyə, Norveçə, İsveçə miqrant axını gedir. Afrika, Asiya və Latin Amerikasının bir çox ölkələrində miqrasiya mənfi saldodur. Yəni gedənlər gələnlərdən daha çoxdur. Şimali Amerika ölkələri və Avstraliyada isə müsbət saldodur. Çünki immiqrantların sayı emiqrantlardan çoxdur, yəni ölkəyə gələnlər gedənlərdən daha çoxdur. Müsbət saldo ilə xarakterizə olunur. Həmçinin Azərbaycanda da miqrasiya axını müsbət saldo hesab olunur. 6-cı Cənub-Qərbi Asiyanın varlı neft ölkələrindən gələn mühacirlər qonşu ərəb ölkələrindən, həmçinin Hindistandan, Pakistandan, Bangladeshdən bura işçi axını olur. Nəyə görə? Neft ixrac eləmək üçün işçi qüvvəsi lazımdır. Buna görə təbii artımı ikinci tipinə aid olsa da yenə immiqrant qəbul edir. Daha sonra İnkişaf etməkdə olan ölkələr arasında da miqrasiya axınları müşahidə olunur, yəni bir-birlərinin arasında. Latin Amerikasında Argentina və Meksika daha çox immiqrant qəbul edir öz aralarında. Daha sonra müxtəlif səbəblərə görə ən çox qaçqın miqrantlar bayaq dedik ki, ABŞ və Almaniya daha çox qəbul edir. İnkişaf səviyyələrinin yüksək olmasına baxmayaraq Yaponiya ilə Cənubi Koreya immiqrasiya mərkəzi deyil. Dünyanın bəzi ölkələrində həm immiqrasiya, həm də immiqrasiya mərkəzi hesab olunur. Rusiyadır, Meksikadır bu kimi ölkələrdən hesab olunur. Daha sonra miqrasiya prosesində beynəlxalq miqrasiyanın da 5 dənə forması var. Ölkəyə qanuni şəkildə daxil olan, yəni icazəli şəkildə daxil olan miqrantlar ölkəyə müqavilə ilə gəlirlər, lakin bir müddət sonra müqavilələri bitir. Yenə də ölkə ərazisində qalırlarsa, bu artıq ölkədə qeyri-qanuni şəkildə yaşayan miqrantlar hesab olunurlar. Başqa ölkədən sığınacaq axtaran miqrantlar öz ölkələrində gərgin iqtisadi və siyasi vəziyyətlə əlaqədar olaraq başqa ölkələrə köçürlər. Bunlara sığınacaq axtaran miqrantlar deyirik. Qaçqın miqrantlar da əksəriyyəti BMT qəyyumluğunda yaşayırlar. Dedik Suriyada, Əfqanistanda, Türkiyədə bu kimi ölkələrin ərazisinə düşür ən çox qaçqın miqrantlar. Başqa ölkələrə işçi qüvvəsi kimi gələn miqrantlar qastarbayterlər də adlanır Avropada. Qastarbayterlər. Ən çox İsveçrə və Lüksemburqda qastarbayterlərin faizi daha yüksək hesab olunur. Bu da miqrasiya ilə və əmək ehtiyatları ilə bağlı olan hissəmiz.